Səhifəmizi izləyən hər kəsə salamlar. Bu videomuz müəllim hazırlığına başlamaq istəyən müəllimlər üçündür. Hansı ki, siz illərdir bitirmisiniz müəllimliyi, amma MİQ imtahanı versəniz də işə qəbul olmamısınız və ya ümumiyyətlə MİQ imtahanı da verməmisiniz. Müəllimliyə aid heç bir bilginiz qalmayıbdır və hardan necə başlayacağınızı bilmirsiniz. Mənim özümə də çox sayılı suallar gəlir ki, biz işə yeni başlamaq istəyirik, amma hardan necə başlayacağımızı bilmirik. Təbii ki, bizim təlimlərimiz sırf bu proses üçündür, hansı ki, siz sıfırdan hər şeyi öyrənmiş olursunuz. Həm məktəbə qədər erkən inkişaf, ibtidai sinifə aid Azərbaycan dili və riyaziyyat fənnindən dərslik, testlər, qaydalar öyrədilir. Bundan əlavə bir müəllim üçün təcrübə proqramı həm də keçmiş olursunuz. Məsləhət istəyəndə deyirsiniz ki, müəllimə, mən təlimə bəs qoşulmasam, yəni nə kimi mənə köməklik göstərə bilərsiniz? Məsələ burasındadır ki, bu proses bir-iki cümlə ilə ifadə olunacaq proses deyil. Mən ona görə sizə bir-iki cümlə ilə nəyəsə sırf bu şəkildə başlayın deyə bilmərəm. Hansı vəsaitlərdən istifadə edin məsləhətini verə bilərəm, amma bu təlimin məğzi var ki, hansı ki, sizə hər şeyi sıfırdan yavaş-yavaş öyrətmiş olur. Anlama çətinliyindən əziyyət çəkən müəllimlər bəs necə qoşulub nəticə əldə edə bilirlər? Bilirsiniz ki, mən əsas uşaqlarla işləyirəm, hansı ki, anlama çətinliyi var o uşaqların və o uşaqlardan çox müəllimlər imtina edir. Mən sırf o uşaqlarla işləyib yüksək nəticə göstərməyi seçmişəm, çünki bir zamanlar özüm də anlama çətinliyindən əziyyət çəkmişəm. Həmçinin də müəllimlik yolunda olan müəllimlər üçün də bu prosesi bu şəkildə təşkil edirəm. Hər şey sıfırdan başlayır, asta-asta, yavaş-yavaş nələri bilməlidirlərsə hamısını zamanla öyrənmiş olurlar.